bizim bu dəfəki tok-şounun mövzusu da elə bu olacaq. Rusiya qərb qarşıdurması və bunun bizim regiondakı proseslərə təsiri. Biz həmişə Gürcüstanı, Azərbaycan bir buzqıran gəmi kimi istifadə edirik. Amma İlqar bəy, üzr istəyirəm, amma inkişaf baxımından Gürcüstan həmişə bizim arxamızca gəlir. O başqa məsələdir. O başqa iqtisadi, deməli, biz lotereya udmuşuq. Biz neft kimi lotereya udmuşuq. O bizim deyək ki, böyük nailiyyətimiz deyil. Amma Gürcüstan siyasətinə nə hesablaşır? Mən bu manada razılaşmıram. O lotereyanı bir çox ölkələr udublar və çox gerdə qalıblar. O başqa, yəni mövzular gəlin dəyişməyir. Daxili siyasətə girişəcəksə tamamilə başqa söhbət olacaq. Amma demək istədiyim nədir? Həm ki, soyuq müharibə haqqında danışmaq hələ tezdir. Bu Putinin verdiyi bəyanatdan sonra bu fikirlər irəli sürülməyə başlayıb. Nəyə görə mən düşünürəm tezdir? Çünki Vladimir Putinin belə kəskin bəyanatla çıxış eləmək üçün xüsusi səbəbləri var. Bu xüsusi səbəblər hansıdır? Birinci növbədə Rusiyada seçkilərin hazırlanması, prezident seçkilərinə hazırlıq. 8 ildən sonra, Putin 8 ildə demək olar ki, Rusiyanın prezidentidir, onun aktivində nələr var? Biz baxırıq ki, onun aktivində olanlar yalnız neftin qiymətinin yüksək olması nəticəsində və Rusiyanın Avropaya, qərb bazarlarına qaz ixracı sahəsindəki xüsusi rolunun artması nəticəsində büdcə gəlirlərinin artımı, iqtisadi artım bir tərəfdən bunun deyək ki, aktivindədir. Amma onun passivində nəyə görürük? Gürcüstanla körlanmış münasibətlər, Belarusiya ilə, Ukraynada ictimai rəyi itirib, Moldovada ictimai rəyi itirib, Azərbaycanla artıq deməli münasibətlərdə müəyyən soyuqluq var və bu vəziyyətdə görürsünüz ki, indi NATO ilə Gürcüstan və NATO ilə Ukrayna intensiv dialoq mərhələsinə keçirlər üzvlük haqqında və Putin bu mərhələdə artıq deyir, yetər. Çünki onun seçkilərdəki oponenti kim olacaqsa, ona bütün bu çatışmazlıqları nümayiş etdirə bilər və fikir verin ki, Putinin Münxendə bu çıxışı nə ilə eyni vaxtda üst-üstə düşdü? Deməli, Rusiya prezidentliyinə mümkün namizədlər kimi Müdafiə naziri İvanovun irəli keçməsinə. Yəni, orada Medvedev və İvanov məsələsi var indi. Onlardan hansı birisi Putinin varisi olacaq və o faktiki olaraq qərbə bu İvanovu irəli çəkməklə qərbə onu göstərir ki, baxın, siz öz siyasətini davam etdirsəz, mən onda Rusiyanın deyək, o şahinlərinin nümayəndəsi olan Sergey İvanovu irəli çəkəcəm. Aydın, yəni faktiki olaraq siz belə fikir irəli sürürsünüz ki, güya Rusiyanın Putinin dili ilə səsləndirdiyi argumentlər, bunlar hardasa bir taktiki gedişlər. Yəni burada qeyri-adi bir şey baş verməyib. Taktikadır, çünki onun bütün oliqarxlarının, şəxsən ona yaxın olan insanların hamısı pulları qərbdə saxlayırlar. O qərblə necə münasibətləri xərab edirlər? Aydındır.